Taekvondo klubunda Zahid Nadirovun təşkilatçılığı ilə Gülnar Əliyeva tərəfindən pilates təlimi keçirilir. İndi isə gəlin Gülnar xanımdan pilates haqqında məlumatları daha yaxından alaq. Salam Gülnar xanım, necəsiz? Salam, xoş gördük. Siz necəsiz? Mən də yaxşıyam, çox sağ olun. Gülnar xanım, bizim üçün pilatesin taekvondoya olan faydalarını və ümumi olaraq pilatesin insan üçün olan faydalarını bölüşə bilərsiniz? Əlbəttə, pilates nəinki taekvondo üçün faydalıdır, eyni zamanda da bütün professional idmanla məşğul olanlar üçün çox faydalı bir metoddur, bir hərəkət, prinsiplər üzərində qurulmuş bir sistemdir. Yəni professional idmanla məşğul olanlar bilirik ki, çox zədəyə məruz qalırlar. Ona görə də bununla professional idmanla yanaşı mütləq şəkildə pilateslə məşğul olmalıdırlar. Çünki burada biz dərin əzələləri çalışdırırıq. Bütün səthlərdə, bütün bədənin hər zərrəsini belə çalışdırırıq. Yəni bunu heç bir idman növündə təbii ki, məşğul olanda bu dərin əzələlər çalışmır. Çünki dərin əzələləri xüsusi nəfəs texnikası və xüsusi pozisiyalarda çalışır. Ona görə də mütləq şəkildə professional idmanla, ümumiyyətlə nəinki idmanla məşğul olanlar, hətta evdar xanımlar, ümumiyyətlə işləyənlər, çalışanlar fərq eləmir. İstəyiriksə sağlam olaq, gündəlik həyatımızı sağlam yaşamaq istəyiriksə, mütləq şəkildə mütəmadi pilateslə məşğul olmalıyıq. Öz vaxtınızı bizim üçün burada gəlib idmançılarımıza sərf etdiyiniz üçün təşəkkürlərimizi bildiririk. Çox sağ olun. Təşəkkür edirəm. Siz də vaxtınızı ayırdınız, zamanınızı ayırdınız. Bu gözəl uşaqlar iştirak elədilər. Təşəkkür. Çox sağ olun. Everybody put up their hands. I get a half a meal for my beats. You get a couple. Necə hiss edirsiniz özünüzü? Yaxşıyıq. Yaxşıyıq. Hələ ki? Niyə hələ ki? Hələ ki. Getdikcə çətinləşir. Çətinləşir. Bəs bu hərəkətlər
sizə mənfi təsir eləyir, yoxsa müsbət? İnşallah müsbət təsir eləyər. Hələ ki eləyirik. Müsbət. Yaxşıdır, xoş. Bunları öz məşqlərinə əlavə eləyəcəksən? Bəli. Səhər yoxsa axşam bunları eləmək istəyərdin? Səhər. Səhər niyə görə səhər? Bədən oyansın da deyə. Bəs sən? Mən evdə məşq eləmirəm. Evdə məşq eləmirsən? Bəli, yalan deməyək. Yaxşı, çox sağ olun.